Bu çantaya bir sifariş qoyuram. Amma arxasında bir insanın günü, bəzən də həyatı ola bilər. Çanta ağır deyil, amma məsuliyyəti ağırdır. Çünki bir gecikmə cəza, bir an diqqətsizlik isə geri dönüşü olmayan həyat ola bilər. Kuryerin həyatına çətinlik yaradan ən əsas amillərdən biri də müştəri və zaman təzyiqidir. Hansı ki, müştərilər tələb qoyur ki, yeməyim soyumasın, tez çatdır, acından ölürəm, yeməyim tez gəlsin deyə bu formada tələblər qoyurlar. Bu da təbii ki, kuryerin həm psixoloji olaraq müştəri ilə mücadiləsinə belə deyək, başladır, həm də zamana qarşı yarış başlayır. Artıq kuryer burada həm müştərini narazı saxlamamaq üçün əlindən gələni edir, tez-tez əlaqəyə keçir ki, sifarişi çatdırmağı, yəni məlumatlandırsın. Bir çox hallarda kuryerlərin yollarda təhlükəli manevrlər etməsi, dar yerlərdən riskli şəkildə keçmələri sürücü və piyadaları narazı salır. Ancaq onları bunu etməyə vadar edən işləridir. Yəni sifariş gecikdikdə müştəri narazı qalır, üstəlik cərimə də olunurlar. Təhlükəli sürürlər, çox təhlükəli sürürlər. Neçə dəfədən nə olub ki, elə toxunub, yıxılıb gözümün qabağında. Sağından, solundan abon eləyir, ötür də, yəni keçir. Elə bir vəziyyət yaradırlar ki, yəni avariya situasiya yaradırlar. Sıx nəqliyyat şəraitində artıq onlar məcbur qalırlar ki, manevr eləmək məcburiyyətində qalırlar. Bu da öz növbəsində artıq bütün günü yolda olan kuryerlərin həyatına çətinlik yaşadır. Bütün günü yolda olduqlarına görə qəza eləmə ehtimalları daha çox olur. Real təhlükə yaradan sürücülər də olur, hansı ki, güzgüdən istifadə etmirlər və yaxud da bəzən elə hallar da olur ki, reallıqda olsa deyəcəm, qəsdən sıxan sürücülər olur. Amma xahiş edirəm, motosiklet sürücülərinə qarşı diqqətli olsunlar. Sifarişin gecikməsi hər zaman kuryerdən asılı olmur. Bəzən səhv göstərilən ünvanlar, qapalı ərazilər və təhlükəsizlik prosedurları işi ləngidir. Bu məqamlar isə kuryerlərin üzərinə əlavə zaman və psixoloji yük qoyur. Sifariş verən vətəndaşlarla bağlı da çətinliklər yaşanır. Hansı ki, burada bəzən səhv ünvan qeyd edirlər, çətin bina quruluşuna malik olan komplekslər olur ki, müəyyən bir vaxt aparır kuryerin ora sifarişi çatdırması. Bəzən elə hallar olur ki, xüsusi mühafizə olunmuş zonalar olur ki, kuryerin icazə alması üçün, ora giriş üçün icazə alması üçün vaxt gedir. Bu da vaxt itkisinə səbəb olur. Bəzi müştərilər isə bunu başa düşməkdə çətinlik çəkirlər. Bir sifariş bir neçə dəqiqə gözləyə bilər. Amma kuryer üçün